Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Tolikdən Rəqsanə haqqında şahikə sözlər prodüser və aparıcı Tarix Əliyev Tolik canlı efirdə hazırda həbsdə olan müğənni Rəqsanə İsmailova ilə bağlı açıqlama verib. Oxu24.com xəbər verir ki, Tolik Espaz kanalında yayımlanan Tarixin bir günə verilişində Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmailovanın həbsini müzakirə edib. Müzakirə zamanı Tolik Rəqsanənin əri getsin satsın evini, buraxdırsın Rəqsanəni, burada oturmaqla deyil ki, ifadələrini işlədib. Qeyd edək ki, cinayət işi Sabunçu rayon polis idarəsinin istintaq idarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı cinayət məcəlləsinin 178 4-cü dələduzluq xüsusilə külli miqdarda törədildikdə maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.